üçün olan Video çəkirsən, yaşa ki. Video. Lazım. salam, hər vaxtınız xeyir olsun. Xoş gördük. Ökçübərə kəndinin cəmaatı. Biz bugün sizinlə qeyri-hökumət təşkilatı, Arma Dövlət Dəstəyi Agentliyi maliyyəsi ilə və mənim rəhbərlik etdiyim Rəsvarda Qadınların Sosial İnkişafını Dəstək İctimai Birliyi həyata keçirdiyi bir layihənin görüşünə gəlmişik. Kənd görüşüdür, icma görüşüdür. Sizdən əvvəl artıq Rəsvarın 8 kəndinin 7-sində biz görüşləri keçirtmişik. Sonuncu görüş sizin kəndinizdədir. Bilirsiniz, layihənin məqsədini sizə deməmişdən bir şey əvvəl onu demək istəyirəm ki, Ökçübərə kəndi Rəsvarın ümumi ictimai siyasi həyatında mühüm rol oynayan simaların yaşadığı bir kənddir. Biz deməyək ki, buranın icması kəndin ümumi problemlərində və sosial problemlərində susur və kənarda qalır. Belə bir müşahidə yoxdur, çünki kənd əhalisi aktivdir və bütün ictimai siyasi məsələlərdə biz kənd əhalisini görürük və alqışlayırıq. Çünki icma nə qədər aktiv və fəal olarsa, o özünün sosial problemlərin həllinə də o qədər tez nail olmuşlar. Amma elə məsələlər var ki, o kənd əhalisini və icmasının bilavasitə öz əlində deyil. Məsələn, susuzluq və su çatışmamazlığı desək, kənd elə bir mövqedə yerləşib ki, bura ümumi rayonun hesabında olan suyun gəlib çatması müəyyən zamanlarda problem yaranır və yaxud yaşayır o kənd. Amma şükürlər olsun ki, bu il iqlimin səbəbindən biz o problemi yaşamırıq. Bu bizim əlimizdə olmayan məsələlərdir. Amma elə məsələ də var ki, bu sırf bizim özümüzdən asılıdır. Bugün həmin məsələnin ətrafında söhbət və müzakirə aparmaq üçün gəlmişik. Bu, özümüzün etdiyimizin özümüz tərəfdən toplanması və aradan qaldırılması. Nədir bu? Biz məişət tullantısını özümüz istehsal edirik, özümüz yaradırıq. İstehsal etmirik, yaradırıq. Bu yaranmış məişət tullantısı da düzgün yerdə yer edilmədən və belə deyək, qaydasında uzaqlaşdırılmadan yaşadığımız ərazidə sabah öz kəndimiz üçün də, rayonumuz üçün də, cəmiyyətimiz və millət eyni zamanda dünya üçün böyük problemə çəkir. Biz də bu layihəni bir il bundan qabaqdan hazırlamaqda məqsədimiz o idi ki, rayonun 8 kəndini müəyyən mənada bu problemdən azad edilir. Şükürlər olsun ki, artıq layihəmiz icra mərhələsindədir və bunun davamlılığı yazılıb burada. Ekoloji Təmiz Dünya naminə icmaların maarifləndirilməsi və davamlılığı. Davamlılığı isə sadəcə bizim gəlib sizinlə hər hansı bir görüşü keçirdib, hər hansı bir problemi alıb, problemin həlli istiqamətli müzakirələr aparmaqdan bitmir. Davamlılıq üçün biz mütləq təşkilatlanmaya qədər getməliyik. Təşkilatlanma olmalıdır ki, o hüquqi şəxs bu problemlərin həllinin öhdəsindən gələ bilsin. Maraqlı bir sual da verəcəksiniz. Təbii, başqa kəndlərdə də, icmalarda da verilən sual var. Bələdiyyə və icra nümayəndəsinin fəaliyyəti qabardılacaq, önə çəkiləcək. Amma bunu da sizin diqqətinizə çatdırır ki, tək sizin kəndinizin həmin fəaliyyəti icra etməsi üçün vergi xərcləri, bank xərcləri, digər ödəmələr daxil ən azı 1700-1800 manat ilkin mərhələdə hələ əmək haqqı xərci var. Bizim icmamızın nə qədər gücü var ki, bələdiyyəmizin nə qədər gücü var ki, onu tək icra edəriz. Yəni, ay-bay o qədər, biz o qədər vergi verə bilmirik. Yəni, bizim bələdiyyəmizdə o imkan olmadığı üçün bu artıq digər icmalarla müştərək əməkdaşlıq səviyyəsində olmalıdır. Elə də olanda bələdiyyənin həmin funksiyanı icra eləmək imkanları çətinləşir. Yəni, qanunvericiliklə müəyyən çətinlik yaranır. Bu səbəbdən də mütləq MMC, yəni hər hansı bir hüquqi şəxs formalaşmalıdır. Bunun formaları fərqli ola bilər. Biz də onu MMC şəklində görmüşük və bu MMC yaradılacaq bizim layihənin davamlılığında nəzərdə tutulan fəaliyyət və siz onun hər ay
xidməti müqabilində ödənişini ödəməklə demək olar ki, həm icra nümayəndəliyi, həm bələdiyyə, həm də vətəndaşlar müəyyən mənada o problemin həll olunmasına göstərdikləri, edəcəkləri çabadan, cəhdən xilas olmuş olacaq. Məqsəd budur. Sizə ötürmək istədiyimiz informasiya budur ki, siz o məişət toplantıların toplanması üçün təbii ki, icra nümayəndəsi bələdiyyə ilkin mərhələdə kömək eləyəcək həmin hüquqi şəxsə müqavilələr, sözləşmələr bağlayaq. Həmin sözləşməyə də əsasən həmin hüquqi şəxs həftədə əhali sayına görədir. Biz amma düşünürük ki, əhali sayı nəzərə alınmadan elə həftədə 2 dəfə həmin xidmət icra olunsun. Yəni, 2-ci, 4-cü gün, 1-ci, 3-cü gün ya 3-cü, 5-ci günlər, bax, belə bir həftədə 2 dəfə bu xidmət icra olunsun. Onun indi formaları necə olacaq? Bugünkü bizim icra nümayəndələri və bələdiyyə sədrlərinin görüşdə də biz onu daha detallı müzakirə edəcəyik. Xidmətin göstərilməsi vətəndaş üçün maraqlıdır. Onun hansı formada göstəriləcəyi artıq hüquqi şəxsin öz məsuliyyətidir. Yəni, bizə lazımdır ki, bizim məişət tullantıları gəlib həyətimizdən, qapımızın ağzından və yaxud da küçəmizdən yığılsın. Onu hüquqi şəxs hansı formada yığacaq, onun öz problemidir. Mən demək istədiyimi çatdıra bildimmi sizə? Sizin fikriniz vacibdir. Mən çox danışmayacağım bu barədə. Sizin fikriniz vacibdir ki, bizə siz dəstək dayana biləcəksinizmi? Əgər icma dəstək dayanmasa, bu işlər əmin olun ki, icra oluna bilməyəcək. Baxın, hər kənddə 2 provayder var. Citinet var, Astelekom var və biz ondan çox rahat bəhrələnirik. Bu bizim mənəvi ruhumuzu, mənəvi dünyamızı, nə bilim, indiki, belə deyək, telekommunikasiya övründə yaşayırıq. Dünya 4-cü sənaye inqilabıyla evimizdə bütün əşyalar 4-cü sənaye inqilabının məhsullarıdır. Süni intellekt əsridir, mütləq olmalıdır. Bu heç. Amma internetin də yanında bizim digər kommunal xidmətlərimiz ki var, onu da eynən onlara verdiyimizin bir neçə faiz eləyir? 25 manatdan, haradasa, nə bilim, 3-5 faiz belə olur da, səhv etmirəmsə, yəni çox az bir faizlə biz ayda bunu, ildə deyilir 36 manat. Düşünürəm ki, bu ailələr üçün problem olmaz. Başqa bir problemli tərəfi odur ki, biz o zibilləri bastırırıq. Ola bilər bastırırıq. Ola bilər yandırırıq şor kanalı. Amma bunların hamısı gələcəyimiz üçün bastırdığımız bomba. Erməninin bastırıb getdiyi bomba ilə onun heç bir fərqi yox. Əgər həyətimizdə 3-5 şambomuz var və onun içərisi doludursa, o sintetik, kauçuk, uşaqların istifadə olunan pamperslər, nə bilim, nələr. Əgər biz onu orada bastırırıqsa, əmin olun ki, onun gələcəyə bastırdığımız bir bomba olduğu şəksizdir. Belədir. Yəni belə başa düşür ki, müəllimə, ekologiyanın körlüyüdür. Bir mənalı, artıq gedəcək falan, amma bugün müzakirə mövzusu deyil bu yaxında Cəlilabadla Biləsuvarın arasında hər hansı bir poligon yaranacaq. Belə bir müzakirə mövzusu da yoxdur. Yəni, bayaq dedim, bəzi məsələlər var ki, o sizin mənim olmayacaq. O hüquqi şəxsin özünün öhdəliyi olacaq. Onu necə aparacaq, necə daşıyacaq, ona neçəyə başa gələcək, onun öz öhdəliyi. Amma biz üzərimizə düşən odur ki, biz sözləşməni aparaq. Bu sözləşmənin əsasında iyul ayında o sözləşməni icra nümayəndəsi bələdiyyələr hər küçənin başında, ayağında, ortasında yaşayan o icma liderin vasitəsilə görüş keçirtsin, sözləşmə sənədlərini versin onlara, onlar da bu işi icra eləsin və biz inşallah, yəni bu ayın sonu, növbəti aydan artıq o işi görən qrupları formalaşdıraq. Ən azı bu kənd üçün 3 bələdiyyə var, 3 ekib olmalı. 3 kənd, 1 ekibə, 3 kənd, 1 ekibə. Biz də çalışarıq ki, həmin texnika o kənddən, həmin işçi o kənddən olsun ki, onun dislokasiya məsələsi də o işçiyə xərcə başa gəlməsin. Ən az o kənddən olsun, gəlsinlər, gedib gəlməkləri az məsrəfə başa gəlsin. Yəni, bizim sizə etmək istədiyimiz iş və təşəbbüs budur. Bunu da xatırladım ki, bu elə də balaca bir fəaliyyət deyil. Rayonun 8 kəndi 4-dən biri deməkdir. Biz 4-dən 1
kəndin hər hansı bir sosial problemin həlli üçün cəhd eləyirik. Amma xatırladım ki, bu Xırmandalda, Bəydilidə və Zəngətabad kəndində var. Xırmandalı özü böyük bir icmadır, 10.000 əhalisi var. Bəydili 8-10-dan neçə 9.000. Zəngətabad düzdür, balacadır, amma yenə də o işi icra eləyir. Təcrübə var, nəticə müsbətdir, əhali orada razıdır. Əsas odur ki, çay mövzəsi orada təmizlənib, oradakı bu xidmətdən qabaq çay yatağına baxsaydınız, Balaxana zibilxanası balaca kənddir, 10.000 əhali var. Onun yanında bəlkə də balacaydı. Amma bugün orada abaddır, təmizdir və hamı bilir ki, mən məişət tullantımı qoyacam və maşın gələcək 2-cü gündür, ya 4-cü gündür, ya 6-cı gündür. Xidmətin vaxtı var, gələcək götürəcək. Bizim demək istədiyimiz sizə, indi sizin fikirləriniz. O xidməti təşkil eləməyə çalışır. Bu olacaq. 3 aymı, 5 aymı, 6 aymı? O sizin xidməti ilk bağladığınız müqavilələrdən asılı olacaq. Məsələn, mən baxdım, hesabat aparanda öz-özlüyümdə maliyyə hesabatı, gördüm ki, yuxarı kəndi, aşağı kəndlə çəkib gətirəndə ortalama 400 müqaviləmiz olsa, biz çox yox, bir ilə kəndləri çox yüksək səviyyəyə gətirə bilər. Yəni, aşağını yuxarı ilə çəkdim, 400-ə qoydum da, 400 müqavilə ortalama. Çox böyük işlər görmək olar. Layihənin məqsədi tək bundan bitmir. Yəni, davamlılıqda biz başqa xidmətlər də nəzərdə tuturuq. Bunun içində təmizlik xidmətləri olacaq. Yəni, yaşıllaşdırma üçün xidmətlər olacaq. Yəni, bu tez edilib geri durulacaq bir iş deyil. Yəni, bu qurulası təqdirdə, qurulacaq da inşallah, qurulacağı halda yəni, bu işlər görüləcək. Məqsədim son nəticə, layihənin nəticəsi. Məqsədim o nəticəni almaqdır ki, bizim kəndlərimiz də o həsətlə turistik rayonlarında, turistik bölgənin rayonlarında gördüyümüz o gözəl gülləri, çiçəkləri, ağacları olan icmalardan olsun. Və irəlidə nəzərdə tutduğumuz belə layihələrimiz də var ki, həvəsləndirici layihələr, maraqlı, təmiz kənd, təmiz küçə, təmiz həyət. Bax, belə bir layihələr də icra eləmək fikrimiz var, yəni bu təşkilat olaraq. Texnikanı özünüz idarə edirsiniz? Biz onun icarəsi... Yəni, onun maliyyət cəhətdən icma onu... O, hamısı onun içində olacaq. Hamısı verdiyiniz o 3 manatın içində olacaq. Mən... 3 manat nəyə görə olacaq? Evin sayına görə, təsərrüfatın sayına görə? Evin sayına görə. Təsərrüfatla ev fərqli ola bilər. Elə ola bilər, bir təsərrüfatda 5 dənə evi var. O mümkün deyil. Ev sayına görə. Çünki məişət tullantısı ev sayına görə yaranır. Təsərrüfat başına yox. Yəni, bir sigareti bir gündə biz çəkirik, tüstünü veririk, gedir. Hər evdən müqavilə bağlanacaq? Hər evlə. Hər evdən ayrı-ayrı müqavilə bağlanacaq? Mütləqdir, mütləqdir. Çünki o müqavilə sənədini Cavad bəy özü əmin təlim komandasının işindədir. Biz hər kənddən çalışdıq ki, orada iştirak eləsin. Sizin kəndinizin nümayəndəsi olaraq o, belə deyək, ümumi fəaliyyətin cızılmasında da Cavad müəllimin xidməti böyükdür. Biz o sözləşmə sənədini hər bir ailədə, belə deyək, ev üçün nəzərdə tutmuşuq, müzakirə deyiliblər orada. Yəni, vətəndaş müqaviləni bağlayandır, müqaviləni bağlayan tərəfsə həmin hələ ki adını qoymamışıq, bugün onun qərarını verəcək. Adlandıracağımız həmin immünci tərəfindən bağlanacaq və orada o əlaqələndirici, indi ödənişin edilmə forması çeklə olacaq. Çünki vöyün açılan kimi o vöyünə bağlı çek yaranır, çap olunacaq. Kopyası sizdə qalacaq, əsli yaxud bilmirəm, əsli sizdə qalır, bilmirəm də hələ o mexanizm. Həftə ərzində 2 dəfə. 2 dəfə olacaq, bəli. Deməli, məsələn, mən yığıb həmin o... Turbada qoyursunuz, hə. Qoyursunuz. Şəhər istiqanın üstündə görmüşük. Bax, onsuz da zibil paket, qabının içərisinə bir paket keçirilir də. Hamı qoyur zibil qabının içine. O paketi götürdü, bağladı, bir dənə də digər paketin içine qoydu. Elə yerə qoyur ki, şəhər yerində yaşayan, itmişik onu dağıtmayacaq. Səhər-səhərdə qoydu.
zibil qabının balaca forması da var. Alır, bir pis çıxmasın da. Geçsə 10 manat alacaqsan, bir də içinə salafan qoyacaqsan. Attın qaldı onun içində. Salafanları vardı. O zibil qabların qara salafanları var. Yox, indi qara salafanı kilo ilə alacağıq, pulumuz gedir. Mən də eləyirəm, mənim də evimdə ondan da. Ağzını da ipini çəkdim, apardım, atdım. Amma marketlərdən bizim heç nəyimiz yoxdursa, biz böyüyün arxasınca getmirik. Biz balacadan yapışırıq, nəyimiz var, ondan imkanım olacaq gedirəm, 2 kilo salafandan alsam, bir ildən də çox bəs eləyir. Əsas birincisi, İlk addımı bir dəfə o hər şey Qorxusu, oldu. sözü, Ne biləcəksən gəlmə. Orada qorxmalı da bir şey. Sadəcə bir Zibilu kollektora tökmə, hə tökmə. İcazə verirsiniz, yox, icazə sizindir. Nama qastım sizə elə əvvəldən diqqətimi qulaq asıram. Siz çıxışda qeyd edərdiniz, internetdən söhbət edərdiniz. Internet sonra Sitinet. o biz internet çəkdirmişik. Biz dəstəkləyirik siz deyəni. Yəni mən bu subyektiv fikrimdir. O təmizlik, abadlıq işlərinə görə dəstək olmalıyıq. Bizdə burada çox oturan, öz adıma ziyalıdır, öz adıma kənd deyirəm mən də. uşaqlarıdır, müəllimləri. Orada hüquqi O şəxs, dəyişən rəqəmdir o. hüquqi şəxs mən olmayacağam. Mən hüquqi şəxs olmayacağam. Aha. Mən təşkilatın rəhbəriyəm və bu layihənin rəhbəriyəm. Bu layihənin davamlılığını təşkil eləyəcək X bir MMC, hələ adı qoyulmuyor. O MMC-yə əlbəttə onun rəhbərliyi olacaq, onun icraçı direktoru olacaq, onun ofisi yaranacaq, artıq ofisin bir gözaltı eləmişik, hardasa yerini. Yəni, ora müraciət eləyəcəksiniz ki, sizin xidmətiniz, birinci, ikinci ya üçüncü briqadanız filan kənddə xidməti düzgün aparmır. Artıq o inzibati tədbiri, o MMC özü görəcək, onun rəhbərliyi görəcək. Ona mən yox, mən bitəcəm. Bəlkə də yaxından, uzaqdan əlaqəm olacaq onu ilə, amma o məndə olmayacaq. O bir MMC olacaq. Ümumiyyətlə, lap mən də olsam onu idarə eləyən, amma yenə də o təşkilat olmayacaq. O başqa bir hüquqi şəxs, o yeni doğulacaq. Yəni, o yoxdur. Biz onu qeydiyyatdan keçirəndən sonra elə bil ki, bir insan dünyaya gəlir, eynən hüquqi şəxs də o formada. Yəni ki, siz onun xoşunuz gəlməyəcək, onun da nömrəsi olacaq, əlaqə vasitəsi olacaq. Müqavilədə tərəflərin şərti əməl etməyəndə orada nəzərdə tutulan, bəli. İndi orada elə bir, inanmıram heç vaxt elə bir narazılıq olsun. Qaldı ki, sabah benzinin qiymətini qaldırdılar manat yarına. Salyarkanın qiyməti qalxacaq manat yarım. İnflyasiya gedəcək. Təbii ki, onda 3 yox ola bilər, 4 manat olacaq. O, bugünün söhbəti deyil. Bugün öz təsdiqini tapan 3 manatdır. Dövlətdə belə şeylər Bizim indi maraqlı deyil, bir əvvəli sözün əvvəlində deyə çıxışlar verir, belə filan, ona görə o sual verir. Yox, onu bizə veriblər. Siz onu deyəməyə başlayanda mən elə bildim ki, sualınız olacaq. Demək indi onlar məsuliyyət məsuliyyət. Əlbəttə, məsuliyyətdir. Müqavilə bağlandısa, sözləşmə sənədi varsa, artıq o öhdəlik götürüldü o hüquqi şəxsimizə. Yazılır, peçatı vurur, qolun çəkir. Bəli, Peçat vurmaq o demək ki, sən kəllə vurur. bəli, elədir, elədir. Bunlarla hardasa bir 15 dəqiqə danışdım. Zibil yanır, orada nəsə partlayır. Zibil yanır, bax orada da butulkadır, bağlı tutulkadır. Bəli, yəni o biz təlim Bax gedişində oradan bizim keçən adama, məsələn, xəsarət yetirə bilər. O məişət tullantılarının içində təhlükəli, az təhlükəli, təhlükəsiz, istifadəyə təkrar yararlı deyilən şeylər var. O təhlükəlidir, onun yanından keçən, bilmirsən, orada şüşə partladı, onun qırıntıları və yaxud onun içində bir kislatı oldu, partladı, töküldü. Yəni biz bunu adi baxırıq, adi şey deyil. Vallahi adi bir şey deyil. Oturmuşuq çay içməyə. Bizim çayımızın böyründə zibilxana. Biz çay içirik yaxı. Bu, nə insanın ruhsal halına müsbət təsir edir, nə sağlamlığına müsbət təsir edir. İnsan, bizim darvazadan çöldə o ağacların altında ot qurumuşdu. Vaxt eləyib onu təmizləmək olmurdu. Təmizləyəndən sonra bax, ağacın gözəlliyi daha gözəl göründü. O alyandırların çiçəkləri adama daha gözəl göründü. Yəni, biz təmiz yerdə bir insan ömrü bitən bir şeydir. Biz doğulduq, bizim ömrümüz verilən 80 il, 70 il bitənə gedir. Heç kəs düşünməsin ki, o elə bilməsin ki, cavan oğlan, o bugün ömründən qazanır.
o yaşandığı, faydasız elədiyi saniyələrlə ömründən ömür itirir. Biz də çay içirik, içdiyimiz çayın yanında bir zövq ala bilmiriksə, artıq bu biz ömrümüzə balta çalmış olur. Bu və ya digər formada biz ömrümüzə zərər etmədən gözəl bir, təmiz bir icmada yaşayırıq. Üzün üstündə deyirəmsə, sabahçı gün üstündən 2 ay keçsən, məni allarsan, demə onda sən dürüst. Adınız nədir? Üzr istəyirəm. Müşfiq bəy, bir şey deyim ki sizə, ola bilər ki dayanacaq xidmət. Dayana bilər. Vətəndaşa da məlumat verir. Yox, dayana bilər. Əgər bu icma öhdəliyini, yəni yerinə yetirə bilməyəcəksə, bir dənə bu kəndin bu ucunda bir abonent qalacaq, bir dənə o ucunda abonent qalacaq. Yəni bunu texnika icra eləyə bilməyəndə məcburdur burada xidməti dayandırsın. Yəni sizin icma liderləri deyərək sizi bura niyə cəlb eləmişik? Bir ictimai qınaq olsun. Ay bala ziyandır, ay bala sən onu yandırırsan zibil. O bəlkə birinin evi yaxındır, sənin yandırdığından düşdü onu. Hə, yəni bu maarifləndirmə işi daimi siz tərəfdən də getməlidir. O 6-7 uzaqbaşı OMMC-nin bir 8-10 nəfər rəhbərliyi daxil işçisi olacaq. Mühasib o birisi, bu birisi. Axı hər kənd 10.000. Yəqin ki, siyahı almadılar. Mütləqdir də o. Götürüb müqavilə, məsələn, apardı qapısına qarşı müqaviləyə gətirmişəm. Siyahı olacaq, kitab olacaq, surğuclu kitabdır. Çünki biz o praktika hələ bizdə o Azər-İşıq kimi, Azər-Qaz kimi bizim hələ imkan bəlkə indi gələcəkdə elektron formada baxın. Yəni yəqin ki çəkilişdə də düşür. Bax, bu oturmuşuq burada. Onun tüstüsü iyi burada. Yerinə düşür. Təsəvvür edin, pandemiyada belə bir şey yox idi. Hamı evinin içində idi və belə deyək də maşın az işləyirdi falan filan. Hesabat iyinə baxın, yəni iyi buradadır. Bəli. O artıq bizim aldığımız havanı, təmiz oksigeni zəhərlədir. Müqavilə məcbur olacaq. Ha, onu mən deyirəm. Müqavilə, elə onu demək istəyirdim, o partlama mənə imkan vermədi. Müqaviləni siz bağlamalısınız, o sayınızın sayında xidmət normal göstəriləcək. Əgər Yox, bizim kəndə elə bir şeydən məcburidir, könüllü olacaq. Bu könüllü olacaq. Amma buna deyək ki, sevilən könüllülük, sevilən məcburilik. Könüllüdür, kimsə də bağlamıyor. Bağlamıyor. Gedib o xidmətdən istifadə etsə necə qabaq alınacaq? Bəs onu deyirdim də, bax, kitabı olacaq, müqavilə sənədə əlində, o icma... Məsələn, bir qabı qoyulur. Məsələn, mənim qonşum istəmir, mən istəyirəm. Mən istəyirəm, qonşum istəmir. Məsələn, qonşum gecə saat 4-də padırır. Bəs sizin qınağınız harada olacaq? Biz mənimizdən onsuz da ki, kimsə onu gedib ondan qonşunu özü pis eləmək üçün deməyəcək ona. Deyəcək. Deməyəcək. Onda onun zibili qalacaq orada, xidmət göstərilməyəcək. Normativlər olmalı. Yəni o deyiləcək, o deyiləcək. İndi olmayacaq, yəqin ki, bir elektron formada elə də baha bir şey deyil, kameralar quraşdırılacaq, məhnənin başında. Yəni bunlar hamısı. O çox böyük xərclər verəcək. Bəs onu deyirəm də, bax, layihə böyüməlidir. Hesabat aparmışam, görürəm ki, normal o müqavilə şərtlərinə əməl olunsa, çox geniş işlər də görmək olar. Biz bugün üçün deyilik. Mən işləyirəm, rəhbərim də işləyirəm. Biz şəxsən müəllim özü də gedib, Cavad müəllim özü də gedib təmizləyirəm ha. Elə maşına minni üstəyə gəlib gətirilə bilər. Bu yüzdə qalıb orada. Əsasən yol gedən maşınlar, əsasən tullantıları onlar atırlar. Axı deyirəm ki, bugün heç bir şey yoxdur. Biz bunu, bugün bitmir. Bizim həyatımız, bizim varlığımız bundan bitmir. Bizim hansısa, məsələləri Coca-Cola içirik də hamımız. Coca-Cola'nın deyirsən, tarixi 18-ci əsrdir ya 19-cu əsrdən. Hə, yəni nə tərkibini bilirik, nə falanı bilirik, amma Coca-Cola artıq 200 ildir bəlkə də bizim süfrələrimizdədir. Biz bugün üçün iş görmürük, davamlılıq. Bugün, mən buradan çıxandan da sonra həyatımı itirə bilərəm və yox ola bilərəm cəmiyyətin içərisində. Amma bizim attığımız addım və yaradacağımız hüquqi şəxs bir günlük deyil. Biz 1 il, 2 il, 3 il ən azından bəlkə də bunun daha özünü elə güclü bir təşkilat olacaq ki, o dediyimiz şeyləri eləyəcək. Hörmətli kənd icma üzvləri, kənd sakinləri, biz bugünkü görüşümüzün əvvəlini icmanın digər üzvləri ilə apardıq. Bugün görüşün sonu olaraq sizlə gəldik görüşməyə. Deyim ki, biz
bu layihənin təməlini elə bax, kəndin bu icmasının bu hissəsinin qabartdığı problemi qabartmağının səbəbindən yola çıxmışıq. Bu qarşı tərəfdə gördüyümüz bu kollektordakı zibilləri biz problem şəkildə bizə bu qonşu ətrafda yaşayan xanımlar təqdim elədilər. O haqda problemləri haqqında danışdılar və biz bu layihəni yazdıq. Bu layihənin maliyyə qaynağı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi. Layihəni icra edilənsə rəhbəri, sədri mən olduğum Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi. Layihəmiz isə ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığın təşkili. Mən bu layihənin müəllifiyəm. Layihə Biləsuvar rayonunun 8 kənd icmasını Əskərabaddan tutmuş Ovçubəriyə qədər, Təzəkənd yuxarı Cürəliyə qədər, yəni sərhəd boyu kəndlərimizi, yəni bu cənub sərhəddi boyu kəndlərimizi əhatə edəcək. Böyük əhali segmenti var burada. Bir 30 minə yaxın əhali var. 30 min əhalinin böyük bir sosial probleminin həllinə yönəlmiş layihədir. Dövlət layihəmizdir. Dövlətin ekoloji sosial siyasətinin bir parçasıdır. Və düşünürəm ki, icra nümayəndəsi və bələdiyyələrlə digər icmalarda da görüşümüz vaxtı onların bizim yanımızda olmasından belə qənaətə gəlirik ki, biz bu layihəni həm qeyri-hökumət təşkilatı, həm icma, həm də ki, rəhbərliklə kontakt şəkildə, daha mükəmməl şəkildə icra edə biləcəyik. Biz kollektora zibillərimizi gətirib götürürük. Birincisi, qanunvericiliklə bu ola bilər ki, yaxın zamanda lap sərt cərimə tədbirlərindən də ola bilər. Biz və Uqazlar nəinki bir həftə, heç bir göz qırpımında görəcək ki, həyətində heyvanı tələf olur. Və yaxud da ki, uşaqlarımızın gözünə infeksiya və viruslar düşür. Nədən düşür? Çünki yuxarı tərəfdə həmin aşağıda istifadə olunan təmiz suya atılan natəmiz və çirkabları. Bağırsaq problemləri var azyaşlılarda, göz problemləri var və s. və s. Bunların səbəbini biz adi halda görməsək də, amma bilməliyik ki, hamısı ekoloji təmiz dünyada yaşaya bilməməyimizin səbəbi. Yəni onu da edən kimdir? Vasif, özümüzük. Cəmalov, bunu edən özümüzük. Heç kəs etmir. Əgər biz bilsək ki, burada nəyə görə bir cərgə gözəl ağac əkilməsin, çay, su yatağıdır, ən azından su gəlir. Və bizim bu layihəmizin də tək bir səbəbi məişət dolantısının təmizlənməsi deyil. Bunun yanında paralel olaraq digər xidmətlər göstərmək istəyir ki, yaranacaq MMC yaşıllığın artırılması üçün özünün kültürü olsun, daha ucuz qiymətə əhaliyə 50 qəpiyə 1 manata gətirib ağac təqdim edə bilsin. Axı əhalimizin bəlkə də imkanı yoxdur 5 manata birdən ağac alsın, küçəyə əksin. Ya onu iyanə şəkildə eləyəcək, ya onu çox ucuz maliyyətlə gətirib eləyəcək. Biz 1-2 ilə görəcək ki, kəndimiz sözün həqiqi mənasında müəyyən dəyişikliyə gətirib çıxarda bildik. Şimal rayonlarına gedirik. Gələndə bir təhvəhlə danışırıq. Nəyindən danışırıq? Gözəlliyindən danışırıq, təmizliyindən danışırıq. Bəs biz icmamızı niyə etməyək? Yəni bu da bizim öz əlimizdədir. Şimdi biz icma daxilində bütün kənd icmalarında görüşmüşük. Son görüşlərimizdən biridir. Düşünürəm ki, yaxın bir ay, 2 ay içərisində, çünki layihə bu ay bitəcək, amma davamlılığını təşkil eləmək üçün MMC yazır. Mənim ümumiyyətlə, artıq indiyə qədər problemlərin ilə bələdiyyə icra nümayəndəsi, o bizim ödəyəcəyimiz 3 manat məbləğində pulla bizim işimizi görəcək və təşkilat olur. Vasif bir gündə 3 sigaret çəkə durur. 3 sigaretin pulunu bir ayda ona düşünmədən verəcək. Söhbət Vasiflə getmir, mən sadəcə xitab edərək. Aksaqal, siz, qeyriləri. Yəni biz bunu, baxın, zəhmət olmasa çəkin o maşını. Biz içməli su, bəsdir, bəsdir. Yəni, biz kəndimizdə ömrü boyu arasız suyun içmişik. Hovuzlarımızda doldurmuşuz, çöküb içmişik. Amma bugün biz içməli suyu, baxın, biz o maşından alırıq, içirik. Nədən? Çünki o suyu içə bilmirik. Xanımlarla zibilə aparıblar, göstəriblər və şikayətlərini eləyiblər. Biz onun əsasında bu layihəni yazıb
çıxmışıq donorun qarşısına. Birinci növbədə elə zibil aradan qalxsa daha yaxşı. Gözəl. Əsas elə Daşıyır qapıya, pişik daşıyır qapıya, xəstəlik yayır, iyisi gəlir. Küləydi, salafanı gətirib doldurdu. 3 manatdır. Hər öz yeri 3 manat nə Əllə yığmalıdır, elə hər dəfə təmiz olar. Elə verək, təmiz, dünyamızın təmiz, evimizin təmiz olmasına çalışaq. Evimiz tek darvazadan arkada değil. Evimiz hamı, bütün dünya bizim evimizdir. Çünkü orada temiz olmayan atmosferine kəndin gözəlliyi bizim elə avrımızdır. Avrımızdır. Kəndin yaxşı necə olması yolundan bəllidir, girişindən bəllidir. Biz də bunu eləməyə çalışaq. İnşallah düşünürəm ki, layihəmiz də uğurla davam edəcək, davamlılığı olacaq və biz gələn il daha fərqli bir təşəbbüslə çıxaq kəndimizin qarşısına. Gözəl fikir bu. Teşekkür ederim sizin hamınıza. Sağ olun. Bu iştirakçı siyasını da zahmet olmasa doldurar. İştirakçı siyasını. Ben Kerem'i görürsünüz. Kerem yapmış. Buyurun evimde çeksin. Evimde ol çekin gelin.